Mən soruşsam ki, nə qədər varidatınız var deyə bilərsiniz? Valla mən sizə fatura bir 2 milyon. 2 milyonunuz. Hə, bu Neçə eviniz var? Neçə maşınınız var? Sayını bilirsiniz. Məsələn, adamlar var ki, sizin kimi varlıdırlar, evlərinin sayını da bilir. Mən də bilmirəm. Nə maşın sayını bilirəm, yalan danışa bilmirəm. Kim bilir? Yəqin həyat yoldaşınız bilərdi ən azından. Bilməz, yox, bilməz. Bəs o var dövlətin sayını evin... Mən nə bilim, mənim uşaqlarım neçə maşınım var, yerim deyim neçə maşınım var, onlardan sorğuya verim, soruşurum. Yox, özünüzü soruşuram mən. Övladlarınız ayrı ailədirlər. Mən özüm cəmi bir dənə maşınım var, o da həqiqətən də köhnə idi, 15 ilin maşını. Mən gördüm pəncərədən qəşəng maşın. Yox, indi bunu Mehdi ad günündə gətirdi, mənə hədiyyə verdi, böyük oğlum. Dedim istəmirəm, deyir, utanıram valla, deyirəm, ay oğlum, fərqi yoxdur, zafı da bir ucuz maşın da minmək lazımdır. Heç insanlardan fərqlənmək lazım deyil. Elə düşünürsünüz. Amma övladlarınızın maşınları kifayət də şıxdır. Övladlarım, mən baxmışam, Maserati'dən tutmuş bu qaz hər şeyləri var. Yenə də Lamborghini bu dəqiqə ikisini alıb. Mən deyəmərəm, onlar da zamandır. Heç deyirsiniz ki, məsələn, niyə alırsan? Mən deyirəm də, mən öz günahımı da, özümün qınayıram da ki, bilirsən, mən çox səhvlərim olub. Mən öz səhvimi inkar eləməliyəm. Mənim, məsələn, övladlarım məndən ağıllıdır. Mənim böyük oğlum mənə dedi ki, ata, səndən bir xahişim var. Mənim övladıma pul vermə. Sənin nəvəndir, mənim də balamdır. Sən onlara pul verirsən, bizim günümüzə salarsan. Cebin üstə pul verirsən, gətir bizə diplom verəsən. Qoy getsinlər, oxusunlar. Ondan sonra onlar həm bizə, həm cəmiyyətə, həm gələcəyə lazımdır. Mən doğrudan da gördüm ki, nəvəm getdi, gəldi, dedi ki, çox mənə qarşı biraz da aqressivliyi var idi ki, ay baba, sən bizə pul vermirsən belə. Açdım, işləyəndə gördüm, yaxşı dedim ki, sənin atan mənə xahiş eləmişdi. Ancaq sənin 10.000 manat da maaşın işdə. Deyir ki, mənə sual ver. Deyir, uğurlanan pulun yarısını ver mənə.